Çin dili çətin bir dildimi? Çin dili Gözdə Çinin videosu var, kitaba baxıb belə eləyir. O temadır həqiqətən. Birinci sualdan çox belə bir sual gəlir ki, sizcə çətindir, fransızca çətin deyil? Çin dilinin əslində çətinliyi öyrənmə prosesində yaşadıkları heroqliflərdir və tonlardır. Amma ondan başqa Çin dilinin əslində danışıq dilini öyrənmək çox da çətin deyil. İkinci sual isə belədir. Mən Çin dilini nə qədər vaxtda öyrənə bilərəm? Əgər siz başlanğıc səviyyədə, sıfır səviyyədən tələbələr başlayırsa bu dilə, bunu neçə aya, 2 aya öyrənə bilərlər. Əgər onlar B2 səviyyəsinə, B1 səviyyəsinə çatmaq istəyirlərsə, ən azından 4-5 ay buna lazımdır. Üçüncü sual isə ən çox verilən sual. Müəllimə, sizcə Çin dilini öyrənmək bizə perspektiv vəd edirmi? Niyə Çin dilini öyrənək? Fərəngiz, sizcə niyə? Çin dilini iş və təhsildə əsasında iş baxımından Azərbaycanda hal-hazırda Çin dili üzrə işə axtarılan kadr yoxdur və bunu tələb edirlər, axtarırlar. İkincisi isə hər kəsin fikridir ki, Çində gedib top universitetlərdə təhsil alsınlar və diplomları da Azərbaycanda tanınır. Bəli. Mən düşünürəm ki, bir insan Azərbaycanda tələbə ən çox da özünə bir perspektiv açmaq istəyirsə, xaricdə təhsili rahat şəkildə əldə etmək istəyir, ucuz və keyfiyyətli əldə etmək istəyirsə, birinci Çindir. İş də çoxdur, həddən artıq çoxdur. Çin dili çətin bir dildimi? Çin dili